Salam, hər vaxtınız xeyir. Sıfırdan İngilis dil dərslərində xoş gördük sizləri. Bugün biz sizinlə ilk öncə gördüyünüz bu şəxs əvəzliklərini keçirik. Yəni ilk sözlərimiz bunlardır. Birinci, mən sözü. Bu sözün çap formada yazılışıdır, bu isə tələffüzü. Yəni mən sözünə I deyilir. I. Əl yazması isə bu şəkildədir. Və bu həm də İngilis dilində böyük I hərfidir. Yəni Azərbaycan dilində I hərfinin böyüyünü biz belə yazırıq, kiçiyini isə belə. Onlar isə İngilis dilində I hərfinin böyüyünü bu şəkildə yazırlar, kiçiyini belə. Və bu hərfin adı əlifbada I-dır. I. Və mən sözü cümlədəki yerindən asılı olmayaraq həmişə böyük yazılır. İndi keçək digər əvəzliyimizə. Sən və siz. Bəli, düz başa düşdünüz. Hər iki söz you deməkdir. Yəni sən də desək you, siz də desək olur you. Yazanda da belə yazırıq. Və bu iki tərcümədən əlavə bu söz həm də səni, sizi, sənə və sizə kimi də tərcümə olunur. Yəni bu bir sözün 6 dənə tərcüməsi var. Digər sözümüz biz. Yazanda belə yazırıq, deyəndə we deyirik. We. Və burada gördüyünüz bu hərf W-dur. Azərbaycan dilində belə bir hərf yoxdur. Bu İngilis dilindədir və bu onun çap formada yazılışıdır. Əl yazma şəkli isə belədir. Bu böyük W, bu da kiçik. Digər sözümüz onlar. Yazanda belə yazırıq, deyəndə they deyirik. They. Yəni burada gördüyünüz bu hərf birləşməsini z kimi tələffüz edirik. Və bu bizim elə bildiyimiz z səsi deyil. Bunu biraz fərqli tələffüz edirik. Adətən buna pəltək z deyirlər. Yəni dilimizi dişlərin arasına gətirib sonra z səsini deməyə çalışırıq. Olur they, z, they. Make sure that your tongue is sticking out just a little bit and it is between your teeth. So it's like this, sticking out just a little bit. İndi də gəlin cümlə qura bilmək üçün bir neçə feil öyrənək. Məsələn, getmək sözü. Yazanda belə yazırıq, deyəndə to go deyirik. To go. Yəni bu to yazılanı to, go yazılanı isə go olaraq tələffüz edirik. Və burada gördüyünüz bu to Azərbaycan dilində mag şəkilçisidir. Yəni məstər şəkilçisidir. Yəni burada to deməsək, bu söz olur get. Amma to-nu əlavə etsək, olur getmək. İndi keçək digər sözümüzə. Yaşamaq. Yazanda belə yazırıq, deyəndə to live deyirik. To live. Və bu söz həm də life kimi tələffüz olunur, life. Amma life dedikdə bu söz yaşamaq yox, canlı mənasını verir. Yəni yaşamaq deyəndə life demirik, live deyirik. Amma canlı demək istəsək, onda life deyirik, life. Burada da feilin qarşısındakı to-nu atsaq, buradakı mag şəkilçisi düşür. Deməli, live olur yaşa. Və İngilis dilində sözlərin sonundakı e tələffüz olunmur. Tələffüz olunduğu hallar olur, onlar da qarşımıza çıxdıqca deyəcəm. Digər sözümüz danışmaq. Yazanda belə yazırıq, deyəndə isə to speak deyirik. To speak. Burada qoşa nöqtə görürük. Bu qoşa nöqtə o deməkdir ki, qarşıdakı saiti biraz uzadaraq tələffüz edirik. Və burada gördüyünüz A hərf birləşməsi sözlərdə uzun i kimi tələffüz olunur. Yenə də feilin qarşısındakı to-nu deməsək, speak olur danış. Yəni mag şəkilçisi düşür. Digər sözümüz yumaq. Yazanda belə yazırıq, deyəndə isə to wash və yaxud da to wash deyirik. Yəni Britan İngiliscəsində wash, Amerikan İngiliscəsində wash deyilir. Siz də hansını öyrənirsinizsə, elə o şəkildə də deyə bilərsiniz. Mən belə öyrənmişəm deyə bu cür tələffüz edirəm.
to wash. Oldu yumaq. Ve sözlerde gördüğünüz s, h hərf birləşməsi ş kimi tələffüz olunur. Ş. Yəni bu birləşmə ş səsini əmələ gətirir. Burada da sözün qarşısındakı to-nu atsaq, bu söz olur you. Wash, you. Yumaq, to wash. İndi gəlin, keçdiyimiz bu sözlərlə cümlə quraq. Məsələn, deyək, mən gedirəm. Bu cümləni qurmaq üçün biz mən sözünü bilməliyik, bir də getmək sözünü. Amma cümlədə işlədəndə gördüyünüz kimi biz getmək demədik. Yəni, gedirəm dedik. Azərbaycan dilində mən sözü ilə işlətmək üçün lazım olan şəkilçiləri əlavə etdik. Amma ingilis dilində bu şəkilçilərə ehtiyac yoxdur. Biz sadəcə mən sözünü deyirik, yəni I və get sözünü. Baxın, getmək demirik, sadəcə get deyirik. Olur go. Yəni mən gedirəm, I go. Əgər biz burada feilin qarşısındakı bu to-nu işlətsək, olur mən getmək. Burada isə biz deyirik mən gedirəm. Sadəcə ingilis dilində bu şəkilcilər artıq işlənmir. Elə sadəcə go olur. I go. Digər şəxslərlə də cümlə qurduqda yenə eyni şəkildə olur. Məsələn, sən gedirsən. Birinci sən sözünü yazırıq, sonra da get sözünü. Olur you go. Gördüyünüz kimi ingilis dilində cümlə qurmaq daha asandır. Yəni Azərbaycan dilində biz burada nə qədər şəkilçi əlavə edirik, amma ingilis dilində sadəcə deyirik sən get. You go. Sonra deyək biz gedirik. Olacaq we go. Onlar gedir, they go. İndi keçək yaşamaq sözünə və deyək mən yaşayıram. I live. Gəlin bir də deyək onlar yaşayır. Olacaq they live. Digər şəxslərlə də eyni qaydada işlədirik. İndi keçək danışmaq sözünə. Məsələn, biz danışırıq. Olacaq we speak. Və yaxud da deyək siz danışırsınız. You speak. İndi keçək yumaq sözünə. Mən yuyuram. Olacaq I wash. İndi də gəlin 2 yox 3 sözdən ibarət cümlə qurmaq üçün bir neçə isim öyrənək. Məsələn, məktəb sözü. Yazanda belə yazırıq, deyəndə isə school deyirik. School. Və burada gördüyünüz qoşa o hərfi sözlərdə uzun u kimi tələffüz olunur. Və burada sözün qarşısında a görürük. Bu a ingilis dilində artikeldir. Azərbaycan dilində belə bir mövzu yoxdur və bu sayıla bilən tək simlərlə işlənir. Yəni məktəbi saymaq olur. Ona görə də onun qarşısında a işlənir. Və bu a bir deməkdir. İndi məsələn demək istəyirəm məktəbə. Olacaq to school. Yəni burada gördüyünüz bu to a şəkilçisidir. İndi deyəcəksiniz ki, az öncə öyrəndiyimiz to magmaq şəkilçisi idi. Bu isə a şəkilçisidir. Bunu hardan bilək? Əgər to feilin qarşısında gəlirsə, olur məsdər şəkilçisi, yəni magmaq şəkilçisi. Qalan hallarda isə istiqamət bildirən a şəkilçisi kimi tələffüz olunur. Digər sözümüz Bakı. Yazanda belə yazırıq, yəni Baku, deyəndə isə Baku və yaxud da Baku deyirik. Yox, əgər Bakıda demək istəsək, olur in Baku. Yəni sözün qarşısında gördüyünüz bu in Azərbaycan dilində da şəkilçisidir. Və Azərbaycan dilində gördüyünüz kimi şəkilçilər sözlərin sonuna əlavə olunur, amma ingilis dilində şəkilçilərin çoxsu söz önü olaraq sözün qarşısında işlənir. Təbii ki, onlarda da sözün sonuna bitişik yazılan şəkilçilər var. Onlar da inşallah növbəti dərslərdə deyəcəm. Digər sözümüz ingilis dili. Yazanda belə yazırıq, deyəndə English deyirik. English. Və bu söz cümlədəki yerindən asılı olmayaraq həmişə böyüklə yazılır. Digər mənası da ingilisdir. Yəni ancaq ingilis dili demək deyil. Digər sözümüz maşın.
Yazanda belə yazırıq, deyəndə isə ka deyirik. Və burada gördüyümüz A-R hərf birləşməsi sözlərdə uzun A kimi tələffüz olunur. Və bu sözün qarşısında da A görürük. Bu o deməkdir ki, həmin söz sayıla bilən tək isimdir. İndi gəlin keçdiyimiz bütün sözlərdən istifadə edərək cümlələr quraq. Məsələn, deyək, mən məktəbə gedirəm. İndi bu cümləni tərcümə etmədən öncə onu bilməliyik ki, Azərbaycan dilində cümlə sırası ilə ingilis dilində cümlə sırası eyni deyil. Yəni, Azərbaycan dilində mübtada sözün əvvəlində, xəbər isə həmişə sonunda gəlir. Amma ingilis dilində mübtada ilə xəbər yanaşı gəlir. Yəni, bu xəbəri sonda yox, ikinci yerdə işlədirik. Baxın, burada da qeyd etmişəm cümlənin quruluşunu. Birinci mübtada gəlir, sonra xəbər, sonra digər cümlə üzvləri. Və yaxud da belə deyək, birinci şəxs gəlir, sonra da cümlənin sonunda işlətdiyimiz feil gəlir. Yəni, hərəkəti bildirən söz. Bir də daha da aydın olsun deyə gəlin belə deyək. Haqqında danışdığımız kimsə və ya nəsə, o birinci işlənir, həmin şəxsin və yaxud da nəyinsə gördüyü iş, etdiyi hərəkət ikinci gəlir. İndi deməli, bu cümləni tərcümə edəndə birinci mən deyirik, yəni ay yazırıq, ondan sonra da gedirəm sözünü. Və getmək sözü də go idi, amma dedik to-nu işlətmirik, sadəcə go yazırıq. Olur, I go, mən gedirəm. Və nə qaldı burada? Məktəbə sözü. Məktəbə sözü də nə idi? To school. Deməli, bundan sonra da yazırıq to school. Mən məktəbə gedirəm, olur. I go to school. Birinci şəxsimiz gəldi, sonra Azərbaycan dilində cümlənin sonunda olan feilimiz gəldi, ondan sonra da məktəbə sözünü yazdıq. Əgər bu cümləni elə gördüyümüz ardıcıllıqla, yəni mən məktəbə və gedirəm desək, bu səhvdir. Çünki ingilis dilində cümlənin sırası belə olmamalıdır. Və yaxud da desək, mən gedirəm məktəb. Baxın, məktəbə yox, sadəcə məktəb desək, bu da səhvdir. Çünki məktəbə gedirəm deyiriksə, mütləq məktəb sözünün qarşısında to işlənməlidir. Belə yazsaq, bu da səhvdir. İndi də gəlin deyək, sən Bakıda yaşayırsan. Yenə cümlənin sırasını yaddan çıxartmırıq. Birinci, yəni sən sözü gəlməlidir, sonra yaşayırsan, sonra da Bakıda. İndi gəlin sözlərin tərcüməsini yazaq və bu cümləni düzəldək. Sən, you, yaşayırsan, live, Bakıda, in Baku. Baxın burada tək Baku yazsaq, yəni in işlətməsək cümləmiz səhv olur. Çünki in işlətməsək olur. Sən Bakı yaşayırsan. Bakıda demək üçün mütləq bunun qarşısında in işlədirik. Və biz burada sən yox, siz desək, yəni demək istəsək ki, siz Bakıda yaşayırsınız, o da olur. You live in Baku. Çünki sən və siz sözü eynidir. Ona görə də cümlə dəyişmir. Yəni bizə bu cümləni versələr və desələr tərcümə edin, biz həm deyə bilərik ki, sən Bakıda yaşayırsan və yaxud da deyə bilərik, siz Bakıda yaşayırsınız. İndi də deyək, biz ingilis dilində danışırıq. Yəni buradan biz sözünü istifadə edirik, buradan danışmaq sözünü, buradan da ingilis dili sözünü. Və cümlə sırası da necə olmalıydı? Yadımıza salaq. Birinci şəxs, mübtəda, sonra da xəbər. Yəni biz yazırıq we, danışırıq speak, ingilis dilində English. Biz ingilis dilində danışırıq, olur we speak English. İndi də deyək, onlar maşın yuyur. İndi tərcümə edəndə birinci olacaq onlar, sonra yuyur, sonra da maşın. Yəni they wash, onlar yuyur. Nə qaldı? Maşın sözü. Maşın sözü də nə idi? A-ka. Onlar maşın yuyur, olur. They wash a car.
İndi gəlin cümlə sırasına bir də baxaq və yekunlaşdıraq. Deməli, keçdiyimiz sözlərdən şəxs əvəzlikləri cümlədə birinci gələcək. Ondan sonra keçdiyimiz feillər, amma to-suz. Baxın, to-nun da üstündən burada xətt çəkmişəm ki, yəni həmin feilləri işlədəndə to ilə işlətməyəsiz. Feillər to-suz, ondan sonra da digər sözlər. Bu da bizim ev tapşırığımızdır. Birinci tapşırıqda cümlələri tərcümə edirik, ikinci tapşırıqda isə cümlə qururuq. Yəni cümlənin sözləri verilib, amma yerləri səhvdir. Onları düzgün ardıcıllıqla yazırıq. Tapşırıqları yoxlamaq üçün isə növbəti dərs videosundakı izahlara baxırıq və yoxlayırıq. Bugünlük hələ ki bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.